Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Haqq hesabdasınız. Ötən həftə bütün Azərbaycan cəmiyyəti Gəncədə baş verən dəhşətli bir hadisə ilə sarsıldı. Təbii ki, istintaq davam eləyir və cinayətin üstü açılacaq, mən buna əminəm. Ancaq bu cür xüsusiamansızlıq Azərbaycan cəmiyyətinə yad olan hadisədir və ona görə insanlar dəhşətə gəlir, insanların gözləri böyüyür. Ardınca nə baş verdi? Cəmiyyətin diqqəti Gəncədən Sabirabada yönəldi. Sabirabadda 15 yaşında ərə gedən Nuranə Ələkbərova bir il sonra, yəni təxminən may ayının 17-sində və ya 18-də xüsusi amansızlıqla həyat yoldaşı 21 yaşlı Seyid Rəsul Talıbzadə tərəfindən qətlə yetirildi. Və hadisələrin gedişatı göstərir ki, Azərbaycan cəmiyyətində xüsusi bir təlatüm var. İnsanların əsəbləri gərilib və yaxud da ki, psixoz vəziyyətdədir indiki gənclik. Boşanmaların sayı da bunu göstərir. Nə baş verir? Bax, bu sualı siz elə şərh bölməsində də yaza bilərsiniz ki, gəlin bir yerdə müzakirə eləyək. Bu, cəmiyyətə açıq bir mövzudur və hamımızı narahat edən bir mövzudur. Sizin də şərhləriniz bizim üçün çox maraqlıdır. Təbii ki, baş verən hadisələrdə cəmiyyətdə müəyyən psixoloji xaotik vəziyyətin olduğunu görmək elə də çətin deyil. Bəs səbəblər nələrdir? Psixoloji səbəblər var, sosioloji səbəblər var, başqa səbəblər də var təbii ki. Bunlar hamısı kompleks şəkildə araşdırılmalıdır və baş verən hadisələrdə, istənilən cinayət hadisələrində hamımız günahkarıq. Cəmiyyət üzvü, fərd olaraq. Əvvəllər el qınağı var idi. Bir hadisə, hətta ən yüngül xoşagəlməz hadisə baş verəndə el həmin şəxsi, həmin hadisəni qınağa çəkirdi və hadisəni törədən öz o kimi əməllərindən əl çəkirdi. Eyni zamanda başqaları da ondan dəst götürürdü ki, bu cür hadisəni mən də törətsəm, el məni bu cür qınayar. İndi nə ağsaqqal sayan var, nə ağbirçək sayan var, heç kimi saymırlar. Və baş verən hadisələrdə birinci növbədə mən məktəbləri qınamaq istəyirəm. Məktəblərdə deməli təhsilin səviyyəsi o dərəcədə deyil ki, belə bir hadisə baş verir. Məktəbdən 15 yaşında götürülüb aparılan uşaq 16 yaşında qətlə yetirilir, bir qızcığaz. Məktəb ona səsini çıxarmır. Və yəqin ki, bu məsələ araşdırılacaq. Həmin Nuranə Ələkbərovanın, 16 yaşlı Nuranə Ələkbərovanın qətli fonunda. Və qətli törədən kimdir? 21 yaşlı Seyid Rəsul Talıbzadə. Nuranə Ələkbərovanın atası deyir ki, qızım qaçırılanda getdim onun atasının evinə ki, mən qızımı verin, o yetkinlik yaşına çatmayıb. Atası mənə qayıtdı, dedi ki, biz onu verə bilmərik, o mənim qızımdır bu gündən sonra. Və bura Seyid ocağıdır, sən bu qızı aparsan, xeyir tapmayacaqsan, mən də deyir, baxdım və kör pişman geri qayıtdım. Bu idi Seyid ocağı, bu idi sənin qızın. Əmanətə belə sahib çıxırlar. Bəs sən o dünyaya gedəndə həmən Seyid dediyin Peyğəmbər nəslinin nümayəndələrinə necə baxacaqsan, onların üzrə necə baxacaqsan? Qatil kimi, qatil atası kimi. Dini öz çirkin əməllərinizə alət eləməyin də. Hətta qızın atasının dediyi bir ifadə var idi. Deyir, qızımı nəşini sudan çıxaranda bir gün sonra. Deyir, o gülümsüyürdü. Söhbət Seyid Rəsulun atasından gedir. Dəhşətli faktdır bu. Və biz cəmiyyət olaraq doğrudan da bu cür məsələlərə biganə qaldıqca hamımızın başına gələcək bu. Allah eləməsin, təki gəlməsin. Hamımız özümüzü Nuranənin, Elgünün yerinə qoymalıyıq. Bu tək gənclərlə bağlı bir məsələ deyil. Avtobusda gedən bir xala, ağbirçək də demək olmur, yaşlı bir qadın, əlinə alıb bir bıçağı, kimisə bıçaqla hədəliyir. Görünür ki, psixoloji vəziyyəti yerində deyil. Onun qohumları, qonşuları yəqin ki var. Psixoloji vəziyyəti yerində deyilsə, ya bu reabilitasiya mərkəzində olmalıdır, ya da el dili ilə desək, ən pis halda dəlixanada. Bəs niyə cəmiyyətin içərisindədir? O avtobusda uşaq da ola bilərdi. Həmin o affek vəziyyətdə o uşağa da bıçaq çıxara bilərdi. Onda necə olacaqdı? Və yaxud da ki, başqa bir hadisəni götürək, avtobusda ata ilə qız dalaşır. Onun da hələ ki, hansı səbəbdən baş verdiyi
Bəlli deyil, yəqin ki, araşdırmalar aparılır. Bu gün dörd divar arasında olan söhbətlər, yəni ailə münasibətləri artıq küçələrdədir, prospektlərdədir, avtobuslardadır, ictimai nəqliyyatdadır. Yəni biz bu qədər mal çaldıq. Təbii ki, bunun başlıca səbəbi elə televiziyalardır. Televiziyalarda bu cür maarifləndirici verilişlər aparılmalıdır ki, insanlar bir özlərinə gəlsinlər. Amma televiziyalar nə edir? Kimsə 60 yaşı var, 50 yaşı var, gedib tanımadığı, bilmədiyi adama elçi düşür televiziyalarda. Evlilik verilişləri var. Vaxtilə belə bir məsəl var idi. Elini ülkür, axsağından yapışır. Yəni tanıdığın adam al. Fərqi yoxdur. O sənin qohumundur, qohumun deyil. Ümumiyyətlə mən qohum evliliyinə də qarşıyam. Sənin kəndindəndir və yaxud da ki, dünyanın o başındandır. Ən azından sən onu tanımalısan və müəyyən qədər yaxından, uzaqdan araşdırmalısan ki, sən kimlə evlənirsən. Televiziyada görür, bərini, bəzəyini, düzəyini, deyir, həmən bu qızdan və yaxud da bu xanımla, bu ağbirçəklə evlənmək istəyirəm. Fərqi yoxdur, yaş həddidir. Biz Azərbaycanlıyıq ki, televiziyada evlilik verilişinə çıxmaq nədir? Yenə də deyirəm, baş verən qətillərdə cəmiyyət olaraq hamımız günahkarıq. Hamımız yaxamızı kənara çəkdikcə bu cür hadisələr baş verəcək. Çünki biz o Elgünün, o Nuraynənin yerinə öz övladlarımızı qoymuruq, qoymaq istəmirik. Bir-birimizə qarşı biganəyik. Axı biz Fransa deyilik, biz fransız xalqı deyilik. Ki, yanımızda bir nəfəri öldürsünlər, biz də biganə qalaq. Bəli, qəzadan sığortalanmaq olmur, amma qəzadan. Xüsusi amansızlıqla qətillər deməli əvvəlcədən düşünülüb. Məktəblərdə psixoloqlar olmalıdır, sosioloqlar olmalıdır. Eyni zamanda bizim təhsillə yanaşı səhiyyənin də vəziyyəti bərbaddır ki, psixoloq çatışmazlığı var ki, bugün gənclər evlənməmişdən öncə psixoloq yanına bir müayinəyə getmirlər. Hə, qan analizi falan verirlər ki, xüsusi xəstəlik varmı, yox. Bu yaxşıdır, eyvallah. Ancaq hər tərəfli bir, məncə bir müddəa olmalıdır evlilikdə ki, bu insan psixoloji vəziyyətində yerində deyil və evlənə bilməz. Ən azı bir aylıq psixoloji seansdan keçməlidir. Özdə bunu pulsuz eləmək lazımdır ki, çünki kasıbı var, varlısı var. Hamı üçün əlçatan olmalıdır psixoloq. Sosial problemlər də var, amma bu o demək deyil ki, sən xüsusi amansızlıqla qətl törədəsən. Bəs sənin insanlığın 21 yaşı var da o qətli xüsusi həyat yoldaşını bir gün öldürüb saxlayan, daha sonra isə kürə atan oğlanın, Seyid Rəsulun. Bu şəxs 21 yaşı var, ancaq mənə elə gəlir ki, 16 yaşlı həyat yoldaşından da əqli cəhətdən daha yeniyetmədi. Və buradan valideynlərə səslənirəm. Sizin övladınızın 21, 22, 23 yaşı ola bilər. Yəni kağız üzərində 18 yaşını keçib sizə evlənmə bilər. Bu demək deyil ki, o evlənməlidir. Əgər sizin uşaqlarınızın əqli problemi varsa, vallahi evləndirməyin. Nə özünüzü bədbəxt eləyin, nə onu bədbəxt eləyin, nə də hansısa bax bu gün o dizini qucaqlayan o qız atasının vəziyyətini başqalarına yaşadın. Ona görə də əgər cəmiyyətinizdə bu cür insanlar varsa, gənclər varsa, qonşu olaraq, qohum olaraq hamınız qarşı tərəfə bildirin. Deyin ki, bu evliliyin sonu bədbəxtliklə nəticələnəcək. Onsuz da dövlət qurumları bilmirəm indi nə vaxtsa bu məsələnin üzərinə ciddi düşəcəklər. Bəlkə də araşdıracaqlar, bir çarə qılacaqlar. Amma bir cəmiyyət olaraq özümüzün də ümumiyyətimiz olmalıdır. Qatillər tapılacaq, hüquq mühafizə orqanları öz işini görəcək, cinayətkar cəzasını alacaq, layiqincə də cəza veriləcək. Ancaq ölən geri qayıdacaq? Yox. Ona görə də cəmiyyət olaraq bu qətillərdə hamımız günahkarıq, hamımız cavabdeyik. Belə, sağ olun, salamat qalın. Şərh bölməsində təhqirə yol vermədən sizin də fikirlərinizi gözləyirəm. Məhz sən bir cümləli şərhinlə ən doğru yolu göstərə bilərsən. Hələlik.